Salam, şəxsi inkişaflarına fikir verənlərin kanalı 2X-in bugünkü qonağı psixoterapevt Əli Nağıyevdir. Xoş gəlmisiniz Əli bəy. Çox sağ olun. Niyata. Sizin asistanla danışanda bir dəfə alınmadı, sizə işlərlə bağlı alınmadı və mən aslında təkid elədim ki, mütləq istəyirəm ki, belə olsun. Normalda əslində bizdə alınmır, okeydir. Biz sıraya görə siyahıya keçiş, növbətinə keçiş edir. Mən gözlədim. Gözlədim ki, sizdən yenidən, çünki mənə dedi ki, biz pozitiv feedback, yəni geri dönüş vermişdik gəlməklə bağlı. Mən ona görə gözlədim. Dedim ki, yəni 3 həftə, 2 həftə nə qədər olsa gözləyəcəm. Ona görə də mənim üçün xüsusi qonaqsınız, həqiqətən valla. Mən razılaşmaq tərəfimi deyim onda. Mən razılaşmağıma da səbəb olan tərəf nədir? Belə ilk addımlar atırsınız podcast kimi. Bu sual-cavab janrı dəbdir. Və nəsibidir surətə baxı, mənini surət içində tanı. Bir insana baxanda ondan bir o energetikanı almasam, mən də həvəsim olmur. Yəni, adamlar məşhurluğa görə qaçıb ki, məsələn, müsahibə verər və s. yanaşma var da. Mən, məsələn, o cür təbliğata ehtiyac hiss etmədiyim üçün o şəxsiyyətinə baxdım, o cazibə hiss etdim deyə ona koherentlik və kongruentlik deyirlər psixologiyada uyğun gəlmə. O ümidlə, həvəslə gəlmişim. Nə gözəl. Ki, söhbətimiz şirin alınar, məntiqli alınar və doğmalıq içində olur. Mənim indi maddi gəlirim başqa yerdəndir və mən buna bir maddi gəlir kimi baxmadığıma görə mənəvi məsələlərə daha çox fokuslana bilirəm. Özümü biraz vicdanla daha rahatladıram. Uzun müddət tənqid etdiyim şeyləri fərqli eləməyə çalışıram. Ona görə çağırdığım qonaqlarda çox diqqətli olmağa çalışıram və doğrudan da elə düşünürəm ki, ümumiyyətlə elə bil bizə heç kim baxmır. Mən kimlə görüşmək istəyərəm? Nə gözəl. Mən kimni dinləmək istəyərəm? Bu cür baxıram. İkinci dəfə də xoş fikirlər deyirsən haqqımda, çox sağ ol. Bu həqiqətdir mənim üçün. Qonaqlarım da burada. Bizim bir ikinci qonaqlarımız öz dostlarımız idi. Yəni ümumiyyətlə rahat oldu dialoqumuz. Sonra da Orxan bəy gəldi, Fərdə abla gəldi. Mən şəxsiyyətlə də tanışlığım var. Orxan Şahbazov. Çox gözəl. Bir də birgə bir müsahibə podcast var. Baxmışam da ona. Söhbətimiz olub. Çox möhtəşəm idi. Mən ona axıra qədər də baxdım. Çox hörmət etdiyim gəncdir, ağıllı, dərrakəli və intellektual. Azərbaycana gənclər üçün nümunəvi bir düşüncə sahibidir. Eynən. Eyni fikirdəyəm. Və siz də yəni həmin fikirdə olub çağırmışam bu cürlə. Bizim formal şəxsi inkişaf üzərinədir və öz ixtisasın, öz peşəmizdə çox uğurlu insansınız. Söhbət sima olaraq tanınmaqdan getmir. Bir insan sima olaraq bir sahədə tanına bilər, amma rəqabətdə çox arxadadır o. Amma mən öz sənətimlə məşğulam, sevirəm işimi, bəli. Bəli, bir mütəxəssis kimi həm sizə sual verəcəm ki, gənclər necə sizin sahədə uğurlu ola bilərlər? Psixoterapiyada, psixologiyada deyirsən. Bəli. Yəni bu bir roadmap versək, bir yol xəritəsi versək, necə başlamalıdırlar? Harda qırılma nöqtələri var? Yaponlarda bir ikiqay var. Sistem var, ikiqay. Orada təxmini deyirəm, indi sxem olaraq biz ekranda çəkib sonra göstərə bilsəz, indi YouTube-da, formatda, montajda ikiqay nədir? Bilməm, eşitmişsən halda. Bəli. Bu, qısa desək odur ki, mən nəyi bəyənirəm və nə insanlara xeyir verə bilər və nə mənə pul gətirə bilər. Və bu şəkildə 3-4 dənə belə bir məntiq orada birləşir, bir nöqtədə birləşən yerdə sənin işin, uğurlu işin orada gizlənib. Yəni, psixoterapiya sahəsində uğurlu olmaq istəyən insan gərək birinci empat deyilən insan tipində olsun. Biraz bu sözlər elmi söz deyil, amma bu söz çox genişdir. Empat, yəni başqasının probleminin içinə girməyə bacaran biri olmalıdır. Yəni plastik bir düşüncə tərzi olmalıdır. Ümumiyyətlə, psixoterapiya və psixologiyanın bizdə təlimlər keçirik. Psixologlar üçün mənim superviziyalar var, təlimlərim var. Ayrıca pasientlə iş üçün, məsələn, insan oxuyur, qutarır tibb universiteti, tutaq ki, tibbdə klinik psixologiya və s. Amma pasientlə işləmək ayrı bir sahədir və bu bir təcrübə, bir praktika tələb edir. Mən onu keçirəm, tədris edirəm psixologlar üçün. Ona görə bu işdə uğurlu olmaq üçün pasientlə işləməyi öyrənmək lazımdır. Birinci işi sevmək lazımdır, ikiqay üzərindən getmək lazımdır. Yəni, getmək lazımdır o sistem üzərindən ki, sən orada uğurlu olmaq üçün gərək o işi sevəsən, o iş həm də insanlara faydalı olar.
Sonra professional inkişafdan düşünmək lazım. Professional inkişafda pasientlə fərdi işin öyrənmək lazımdır. Yəni bir var mən bilirəm ki, klinik psixologiya bu şəkildə gedir, xəstəliklər bu vəziyyətdədir, sağlam psixologiya budur, məsələn kognitiv behavioral terapiya budur. Bir də var mən real insanla işləyirəm. Və bu addımları atmağa çətinlik çəkir psixoloqlarımız. Uğurlu olmaq üçün bunu öyrənmək lazımdır. Bunu da bu işi bacaranların qapısını döyüb öyrənmək lazımdır. Yəni öyrənməkdən çəkinmək lazım deyil. Biz də kimdən sənəsə öyrənmişik və öyrənirik. Bu öyrənmək qəbahətli bir şey deyil. Kimlərsə təcrübələr. Yəni uğurlu olmaq üçün bəli, mütləq bilməlisən ki, falan kəs uğurludur bu sahədə. Gedib onun qapısını döyməkdən çəkinməmək lazımdır. Məsələn, mənə elə psixoloq gəlir, mən sevinirəm və canımla, başla, həvəslə öyrədirəm onları onu. Ki, pasientlə işin qaydası budur. Pasientdən biz nə almaq istəyirik? Yəni bu insanın emosional intellektini kamilləşdirməyə çalışmaqdır bizim işimiz. Nevroz nədən yaranır? Psixi problem nədən yaranır? İnsanın emosiyaları, ona bağlı olan yaddaş hekayələri, negativ emosional hallara bağlı olan yaddaş hekayələri ilişib qalıb bizim şuurumuzda. Biz orada ilişib qalmışıq. Və həmin günün negativi bugününə hökm edir. Əgər mənim emosional intellekti deyilən anlayışım yüksək olsa, yəni mən hisslərimi tanısam, onların hardan qaynaqlandığını anlasam, o yanlış fikirlər ki, hissləri yaradır, onları anlasam, o fikirləri dəyişdirməyi öyrənsəm, yeni fikirləri proqramlaşdırmaq, beyinə köçürməyi öyrənsəm, yeni fikirlər köçürdükcə o hisslərin öləzməyini görəcəm və davranışım və ya tərzim dəyişəcək. Deməli, insanın emosional intellektini inkişaf etdirməliyəm mən. Bizim işimizin bu şeyi budur, gözəlliyi budur əslində. Onun üçün də gərək psixoterapevtin özünün travması olmaya, öz travmalarını təmizləmiş olur. Məsələn, adam boşanmış bir xanım psixoloq gedib kurslar keçib tutaq ki, 30 manata seanslar keçir. Bizdə məsələn seanslar ödənişi ondan dəfələrcə yüksəkdir. Və 30 manatlıq seanslar keçən həmin o ərindən boşanmış o xanım bir konfliktli ailə gəlsə, xanıma nə deyəcək? Öz problemini həll edəməyib, yoldaşını bağışlamayıb, onunla problemi həll edib işləməyib, övladları ilə hələ də manipulyasiya eləyir, həyat yoldaşından, özünü qalibiyyətli bir xanım hesab eləyir. Bir ailəli kişinin ikinci xanımı kimi ondan maddiyyat və cinsəl tələbatını ödəyir. Belə bir psixoloq təsəvvür edin və onun yanına pasiyent gəlib, öz travmasını işləməyib. Özü həyatında çətinlik yaşayır bu dəqiqə, özü hər gün emosional krizlərə girir. Deyəcək, get boşan, azad qadın ol. Cəhənnəmə gedən özünə yoldaş axtarırıq. Bax, bu tərəfi də var. Yəni, bizim sahədə birinci özümüz clear, təmiz, aydındır, təmiz olmalıyıq ki. Və biz necə bilə bilərik? Mən psixoloqun özünün həyat tərzini, onun travmalarını mən müraciət edirəm. Və sima olaraq da məşhur bir insandır. Psixoloqun həyat tərzini bilmək vacib deyil. Elə psixoterapevt vacib deyil onun həyat tərzini biləsən. Və siz dediniz, onu təmizləməlidir. Onu necə bilə bilərik? Vacib olan, pasiyent necə bilə? Pasiyent heç cür onu bilə bilməz. Təəssüf ki, vəziyyət belədir. Pasiyent bilə bilməz. Təhlükəli deyil bu da. Bəli, təhlükəlidir. Bu nəzarət daha üst düzeydə, üst səviyyədə olmalıdır. Məsələn, tutaq ki, bizim Azərbaycanda klinik psixologiya üzrə 5 nəfərlik bir qurum formalaşmalıdır dövlətlə əlaqədə. Və qurum da, düzdür, bizdə hər şey sonra bayağı formata gəlib çıxma təhlükəsi var və daha fərqli formatda gəlib çıxa bilər. Amma burada nəzarət daha çox supervizor nəzarət, yuxarıdan aşağı nəzarət olmalıdır. Superviziya, ona görə psixoloji superviziya var. Yəni, mən özüm səmimi olaraq, bəxtə də işində necə uğurlu olsun psixoterapevt. Mən özümün həvəsim olmalıdır ki, gedim başqa psixoloqla özümü təmizləyim. O da o başqasından təmizləsin. Bu individual deyil. Mən öz-özümə bu təlimləri eləyə bilərəmmi? Mütləq bir... Bax, biraz ilk baxışda elmi olmayan bir şey deyəcəm. Bəli, mümkündür. Mümkündür, elmi olmayan fikir olsa da mən elmi bu müasir psixoterapiyadan başqa ruhi psixologiyadan məşğulam. İngiltərə Kral Akademiyasında bu sahədə məşğul olan mütəxəssislər xətti var və transpersonal psixoterapiya deyirlər, ruhsal psixologiya, ruhsal psixoterapiya. Yəni transpersona, bir var persona, mən Nağıyev Əli, Əli Nağıyev məsələn. Bir də var transpersona, mən ruhi varlığam, bədənim, fikirlərim, heç biri mən deyiləm. Mən, sən bir proqramçısında, kompüter arxasında əyləşmiş bir, monitor arxasında əyləşmiş bir operatoram. Və kompüter vasitəsilə bu dünyanın virtual oyununa girmişəm. Virtual oyunda olan bir operatoram. Bədən mənim cihazımdır sadəcə. Və bu üsulla, bunu bilən adam özünü təmizləyə bilər. Dövri olaraq heç bir supervizor, ən böyük supervizor var. Supervizorlar supervizoru. Yəni, bu kainat oyunun proqramçısı var. Ona ərəbcə Rəbbil Aləmin deyirlər.
Başqa dillərdə başqa cür deyə bilərlər. Mən ona ali zat deyirəm. Ruhların ali şəxsiyyəti, ali şəxsiyyət, ali zat, ali varlıq. Necə istəyirsən. Həmin onu tanımaqla, o şəxsi tanımaqla, o şəxs sənin üçün ən gözəl supervizor olacaq. Və özü də sənə elə situasiyalar qabağa itələyəcək ki, innəm ali usri yusri, yəni çətinliklər içində asanlığa çıxa-çıxa kiməsə də doğru yol göstərməyi öyrənəcəksən. Məsələn, mən belə insanlar tanıyıram. Bugün ortada insanlara gözəl təlim, tədris keçirlər, öz keçirlər, yoldan paylaşırlar. Dünyanın hər yerində o insanlar uğurlu olur. Çətinlikdən asanlığa çıxaraq, çətinliyi asanlığa çevirən, bacaran insanlar həm psixologiya sahəsində, psixoterapiya, həm də digər sahələrdə uğurlu olacaq. Baxsın, psixoterapevtdə bu mənə nəsə doğma gəlir, buna qarşı bir istilik hiss edirəm deyəndə geçsin. Diplomuna baxıb getməsin. Bu da biraz paradoksal fikir olacaq bəlkə. Deyirlər diplomlar assın divara. Divara 100 diplom asalım, dəyərli qardaşım. Bu dəqiqə 300-500 manata istənilən saytdan istənilən sertifikat almaq olur. Məsələ o deyil. Düzdürmü? Deməli, bir pasiyent düşünməlidir. Görürsən, bu psixoterapevtə qarşı, bu klinik psixoloqa qarşı içində bir istilik yaranır. Bundan özümə qarşı bir istilik, bu mənə kömək edə bilər nəsə. Onu da gedin qapısını döyün. Sertifikatına, reklamına, təbliğatına baxmayın. Doğmalıq hissi tutdunuzsa, bu xüsusilə humanistik psixoterapiyada vacibdir. Logoterapiya, Frankl məktəbi var. Psixoloqlar, savadlı mütəxəssislər bilirlər, danışıram mən. Onlarda humanistik yanaşma var, xüsusilə orada vacibdir. Sən mənə etibar yarandı avtomatik, düzdürmü? Bu etibardan dolayı mən sənə daha güclü kömək edə bilərəm. Nəinki etibarlı münasibətlər qur. O ticarətdə var, əvvəl etibarlı münasibət qurmasın, sonra mal satma. Bizim işimiz də bir mal satmağa bənzəyir. Ona görə ən yaxşı pasiyentlər seçərkən bu cür seçsinlər. Bax belə, bunu deyəm. Hisslərdə, intuitiv hisslər var, doğmalıq, burada nəsə mənim adamım deyəsən bu. Bu şəkildə psixoloqa getmək daha faydalı olacaq. Evet, bizdə bəzən dialoqlar dostlarla olur, dəyişilmə barəsində danışırıq. Deyirlər ki, indi şəxsi inkişaf kitablarından söhbət edirik, necə həyatımızı dəyişərik falan da. Bir dostum dedi ki, mahiyyət dəyişmir də. Dedi ki, insan dəyişə bilərmi söhbət elədik. Dedi ki, mahiyyət dəyişmir babətdir. Yəni sən zaten bu dəyişən adam, sən buna yatqınsan, sənin mahiyyətin budur. Sən nəsə eləmək istəyirsən, amma dünya bu cür adamlar olacaq və dedi ki, mahiyyət dəyişmir. Belə bir fikir. Yəni nə barədə? Yəni neqativ insan dəyişmir. Hə, neqativ insan dedi dəyişmir. Bu cür bir fikirdir və dedim ki, necə belə çox səthi bir fikirdir. Bunu çürütmək asandır deyirəm. Dedi ki, bunu fəlsəfi çürüdə bilərsən, amma deyir reallığa bir dənə bax. Deyir insanları dəyişmək üçün nə qədər situasiyalar olur, nə qədər hadisələr olur, nə qədər əziyyətlər olur. Yenə camış palçığa girir. Hə, camış yenə palçığa girir. Aydındır. Yəni onu doğru deyil praktik yönlə. Çünki nəyə görə? Onun doğruluq dərəcəsi çox yüksəkdir o fikrin, o dostluğun fikrinin. Nəyə görə? İnsan dəyişmək istəməsə dəyişə bilməz. Və biz varlığımızın, dünya görüşümüzün ən çoxu 30%-ni dəyişə bilirik müəyyən yaşdan sonra. Formalaşma, 25 yaşdan sonra dəyişmə şansımız azalır, 30%. Niyə? 30-33% təxminən belə götürək. Niyə? İnsan 3 şeydən, yəni 3 bazadan şəxsiyyəti inkişaf edir. Birinci genetik bazadır. Genetik bazadır. Yəni valideynlərdən gələn genetik baza var. Məsələn, valideynlər təşvişə meyilli sinir sisteminə malikdirlər, ləbil sinir sistemi deyək. Demək, sən də təşvişə meyilli ola bilərsən. İkinci, psixososial mühit, tərbiyə deməkdir. Tərbiyə. Aldıq. Üçüncü də ruhun həcmidir. Bu, mənim əlavə etdiyim tərəfdir. Çünki ruhi varlıqlarıq. Biz ruhumuzun həcmi var. Ruhun cavanın qocası yoxdur. Biz hamımız əbədi varlıqlarıq. Bədən yox, özümüz, öz mənimiz, həqqi mənimiz. Öz mən deyək ona, ruh deyək başqa cür. Ruhi varlığımız, öz mənimiz əbədidir. Öz mənimiz həcmə malikdir. Ruh var böyükdür, ona sığınırsan. Ruh var kiçikdir, o sənə sığınır. Kobud formada deyirəm. Ruhlar var eyni həcmdədir. Onlardan yarı yoldaş olur, bir yol gedə bilirlər. Ruhi həcmimizi biz dəyişə bilərik. Amma bunun üçün biliyimiz olmalıdır. Bir də psixososial proqramlarımızı dəyişdirə bilərik. Bu şəkildə. Hərəsindən 15% götürsək 30%. 3 elə bölsək 33 eləyəcək. Kobud bölsək. Və onu da hərəsindən 15-15 yarı-yarı götürsək təxminən 33% eləyəcək. Ya biz ruhi həcmimizi dəyişdirmək üçün ali şəxsiyyət tanımalı və onunla ünsiyyət saxlamalıyıq. Beyin proqramlarımızı bundan sonra rahat dəyişdirə bilirik. Beyin proqramları nədir? Məsələn, atadan anadan aldığımız travmatik tərəflərimiz,
Bu travmaları necə dəyişdirə bilərəm? Bunun üzərində işləmək, meditativ işlər var orada. Sonra psixoterapevtlə iş var. Yəni dəyişmək istəyən ən azı, ən çox 33%, ən azı məsəl üçün müəyyən qədər dəyişə bilər. Dəyişmək istəyən. Dəyişmək istəyən. Ha, bir də pis, yaxşı, neqativ, pozitiv adamlar yoxdur. Var psixi sağlam adamlar, var psixi problemi olan adamlar. Psixi problemi olanlar da bir neçə yerə bölünür. Var psixi problemləri nevrotik səviyyədə olan, yəni mən narahatam, mən narahat olduğumu bilirəm. Mənim problemim var, mən problemimdən xəbərdaram. Məsələn, mən həyat keşkim yoxdur, ay doktor, mən nəsə, yaşamaq həvəsim yoxdur. Bilirəm ki, mənim bu problemimdir. Bu nevrotik psixi pozuntulardır. Psixi pozuntular var ki, məsəl üçün insanda narsistik şəxsiyyət pozuntusu deyək, şəxsiyyət pozuntuları var. Çox halda bunlar narahatlığından xəbərdar deyil və ya o narahatlığını artıq öyrəşib və onunla yaşayır. Ya narahatlığından, məsələn, narsistik şəxsiyyət pozuntusu narahatlığından xəbərdar deyil. O yaxındakını əzəcək, cəmiyyətdə gözəl, yaxşı olan kimi görsənəcək. Məsələn, sosiopatlar var, asosial şəxsiyyət pozuntusu, o kriminal dünyanın insanları. Kimisə rahat öldürə bilən, yəni qırmızı xəritləri olmayan, bu besbedilləri kriminaldır. O tipli insanlar var. Məsələn, kriminal dünyanın üzrində bir sərhədlər var, pedel var, qanun var. Məsələn, onu pozanlar orada da asosial tip şəxsiyyət pozuntusudur və onun özü bundan xəbərdar deyil. O özünü normal hesab edir. Belə psixi pozuntu. Bunlar neqativ adamdır mı? Xeyr. Bunlar psixi travmalı insanlardır. Bunlar psixi əynisi olan insanlardır və bunlar özləri buna karmik olaraq səbəbkardırlar. Amma bu dünya içindən götürsək, bu dünya oyunundan yox. Bunlar valideynlər daha çox səbəbkardır. Quruluşu, mühiti səbəbkardır. Bir məşhur film var. Daxma. Rusça mən baxmıyorum. Hijna. Amerikan filmidir. Çox da məşhur olmayan filmdir. Məşhurluğu onun müəyyən çevrələrdədir. Orada uşağı, qız uşağıdır özü də, kiçik yaşda öldürülüb, zorlanıb öldürülən bir ata Allahla görüşmək istəyir. Ki, bu niyə mənim başıma gəlib? Niyə mənim qızım? Və ilahi hüzurda o cinayətkarın həyatını ona göstərirlər, uşaqlıqdan çəkdiklərini. Niyə o vəziyyətə düşür? Və qızını ona cənnət ruhu dünyada göstərirlər ki, burada keyfdə narahat olma. Maraqlı hekayədir, o filmdir, maraqlı hekayədir. Yəni, bu psixi şəxsiyyət pozuntuları. Nevrozlar dedik, şəxsiyyət pozuntuları dedik. Əslində, bu psixoloqlar üçün bir balaca bir təlim olur əslində. Bir də var ağır psixi pozuntular. Şizofreniya, el arası dəlilik, ağıl itirmək. Yeri gəlmişkən, ağıl itirməkdən qorxanlar yox, heç vaxt dəli olmurlar. Amma şizofrenlər özlərini normal saydığı üçün onlar zaten şizofren olurlar. Ona görə şizofreniya və bipolar pozuntu kimi, reaktiv psixozları kimi, ahıl yaşların psixozları kimi ağır psixi pozuntular var. Onlar yalnız dərmanla korreksiya olunur. Yəni, cəmiyyətdə neqativ, pozitiv adam yoxdur. Psixi pozuntusu olan insanlar var, psixi sağlam insanlar var. Psixi sağlam insan, harmonik insandır. Kimsəyə pislik arzulamır, öz sərhədləri, başqalarının sərhədlərini hörmət edir. Özünə rəva görmədiyin başqa rəva görmür. Bir də Allahı elmən tanıyır, əqlən tanıyır, hisslə yox, inancla yox. Məncə elə olmalıdır. Bu, yəni, pozisiya mənim pozisiyamdır. Bəli, bu mübahisə ola yada bilər, amma mənim fikrim belədir. 51 yaşında və 20 il psixoterapeut kimi və həkim bazalı mütəxəssis kimi nəsə fikir deməyə ixtiyarım var, az olsa. Mən indi podkastda tam bu mövzu haqqında sizlə saatlarla danışaram, amma əlbəttə indi məhduddur. Keçən dəfə biz Orxan Şahbazla danışırdıq. WhatsAppda mənə deməli bir paylaşım eləmişəm. Orada bir şərh gəlib Orxan Şahbazın videosuna. Biz short videolar paylaşırıq. Orada biri neqativ bir fikir bildirib. Orxan bəy mənə dedi ki, bu mənim bütün videolarımın altında var da bu adam və təhqir falan yazır. Hater deyək olaraq. Haterlərdir. Dedi ki, dedim ki, niyə belə eləyir də falan zat. Dedi, inşallah dedi, podkastda bir psixoloq, psixoterapeut dəvət edərsən və sualı ona yönləndirərsən. Ötürüb bizə. Ötürüb bizə. Göstərərəm dəstə mesajı. Dedi ki, bəs belə. Dedim, mütləq soruşacağam. Dedim, qonağım siz olduğunu dedim. Dedi, möhtəşəm əla, sevindi o da. Dedi, elə sualı verərsən, aydınlanarıq. Orxan bəydən mən də. İnsanlar niyə tanımadığı adamlara təhqir yazır, nifrət edir ümumiyyətlə? Onlar incidilmiş insanlardır. İncidilmiş, qəlbi incidilmiş insanda aqressiya olur. Və onu incidirmi? Yəni, məsələn, sən məni incidən adama oxşuyursansa, sən qızıl xırdalasan, mən sənə nifrətimi yazacağam, özə gizlin adına yazacağam. Çünki mən sənə zaten həyatda sənə cavab verəmmədim. Çünki o adamın da həyatda cavabını verəməmişəm, məni incidən. Mən zəif və qorxaq birisiyəm. Gizlin adı altında sənə söyüş və təhqir yazıram. Açıq adına söyüş və təhqir yazanlar 2 qat incidilmiş insanlardır. Qardaş, mən sənə neyləmişəm? Fikrimi deyirəm sadəcə. Sən orada nifrətli olur, şeylə yazırsan.
Bu birmənalı belədir. Yəni Bir bütün mənalı heyterlərin psixi problemləri var. psixi problemlər var. 100% var. Çünki insan insana güzgüdür də çox vaxt. Xüsusilə Orxan Şahbaz kimi bir insan insanlara güzgüdür. Elə insanlar var ki, onlara münasibətin sənin şəxsiyyətinin nə olduğunu göstərir. Kimsəyə pislik arzulamayan, yalnız həyatda öz yoluna gedən birisinə qarşı neqativ hisslər formalaşırsa səndə, demək bu sənin problemindir. Muhammed Peyğəmbərimiz haqqında belə bir hekayə var. Ruhuna salam olsun, bütün böyük şəxsiyyətlərin başda Muhammed olmaqla bəli. Deməli, oturmuş məclisdə elə şirin söhbət edir. O vaxt podkast yox idi, amma söhbətlər var idi. Və səhabəsi mi deyək, yaxınları mı oturublar, el arası, el dilində danışıram. Məzmunu da, şirəsini sıxıb danışıram, çox dərinliyə varmadan. Və bu söhbətin şirin yerində bir bədəvi ərəb girir. Qapını döyür, girir içəri, yuxarı başlayır. Ya Muhammed, sən nə hiləgər adamsan? Sən deyir, beləsən, eləsən, sən utanmırsan, bizi alladırsan, özün neçə, evinin neçə arvad saxladın, belə eləyirsən, elə eləyirsən. Belə də təhqiramiz formatda çox belə ağır. Yəni, sən yalandan belə bizə təbliğat aparırsan. Məqsədini idarə etməkdir, hakimiyyətdir və s. Negativ sözlər paylaşır Muhammed haqqında. Bu da mərhəmət sahibidir, ali bir ruhi varlıqlardan biridir. Durur ayağa, yaxınlaşır buna, bağrına basır. Bilmirəm, olmuş hekayədirsə, olmamışsa, yenə çox gözəl ibrətamiz hekayədir. Yəni, səhihdir, səhih deyil, amma mənim xoşuma gələn hekayədir, bir psixoterapevt kimi. Qalxır, gəlir bunu bağrına basır. Ya filan kəs, adını soruşur, ya filan kəs, xoş gəlmişsən, gəl əyləş. Heç nə demədən, heç bir şey demədən, heç bir reaksiya vermədən. Adam şaşır qalır. Amma neyləsin, bax, kütlə var, cəmaat oturub, buna qəzəbli baxışlar var, sıxılır. Amma həm də təəccüblənərək oturur sakitcə. Əlavə bir şey deyə bilmir. Amma onu gözəl qarşılayır. Müamiləsi gözəldir, neytraldır. Birazdan bir başqa bir adam girir içəri. Bir bədəvi, başqa bir çöldən gələn birisi. Ya Muhammed, əntə rəhmətən lil aləmin. Sən alimlərə rəhmətsən, nə yaxşı ki, sən varsın. Sən olmasaydın biz hələ də qızlarımızı diri-diri torpağa bastırırdıq. Sən olmasaydın bu vəhşi biz xalq olaraq meditasiya, Allahla münasibətin olduğunu bilmirdik, itirmişdik, bütlərə sitayiş edirdik. Sən olmasaydın biz məşvərətin, şuranın, xalq hakimiyyətinin, cümhuriyyətin nə olduğunu bilməzdik. Sən olmasaydın biz sevgi və doğmalığın, yəni genetik yoxa, ümumiyyətlə ruhsal doğmalığın nə olduğunu bilməzdik. Bu şəkildə təriflər, gözəl sözlər deyir. Bu da qalxır, eyni müamiləni buna da göstərir. Ya filan kəs, xoş gəlmişsən. Sən də xoş gəlmişsən, gəl əyləş. Nəysə, söhbətlər gedir, şirinləşir və s. və söhbət bitəndə, təbii ki, Əli Həzrətləri var da, bir böyük ruhlardan biri, ruhuna salam olsun. O da bunu sual verən imiş, axırda hikmətini soruşmuş hər şey. Deyir, ya Muhammed, bu işin hikməti nədir? İkisinə də eyni müamilə göstərdin. O birinci girəndə gördüm ki, filan kəs əlini qılınca atdı, vurub az qolu öldürəsiydi. Sən qoymadın, sən diqqətlə qulaq asın axıra kimi. Negativləri dinlədin axıra kimi. Və niyə belə ikisinə də eyni müamilə göstərdin? Deyir, ya Əli, ey Əbu Turab, ey torpağın atası. Hər ikisinə deyir, biz insanlara güzgüyük. Biz, loyal, neytral insanlar, insanları sevən ruhlar, insanlara güzgüyük. Biz psixi cəhətdən sağlam insanlar, insanlara güzgüyük. O məndə gördüyü mən deyiləm, özüdür, öz dünya görüşüdür. İndi onu öz dünya görüşünə görə negativ mi qarşılamalıyım? Ona o cür müamilə göstərməliyim. Bəli, qılıncla özümü üstümə cumsa, bunu artıq Muhammedin mən əlavə edirəm. Qılıncla üstümə cumsa, mən də qılınc çəkə bilərəm özümü qorumaq üçün. Necə ki, Əli yıxmışdı yerə, başını kəsməmişdə, o Xəndək savaşında ki, üzümə tüpürmüsən, qəzəbim yalanıb. Mən bir fırlanım, bir dairə sakitləşim, sonra Bismillahla sən öldürüm. Yəni, sənin başın artıq proqram dəyişdirisi vəziyyət deyil. Sənin başında virus o qədər troyan, virus doludur, sənin bu kompüterində. Ruhun bu kompüterdən çıxıb azad olmalıdır, Allah özünə qalxmalıdır. Sənin özünə də mən mərhəmət göstərmiş olum səni öldürəndə. Amma qəzəblə öldürməməliyəm. Müamiləm sevgi ilə olmalıdır. Ya, bu çox dərin ruhi yanaşmalardır məncə. Bunları anlamaq üçün biz yaşamalıyıq, bilmir, hamısı, kimə qarşı. Çətindir. Ona görə mən Orxan Şahbazı da başa düşürəm. Cavabı da bizə sağladığı üçün o minnətdaram. Mən də bu şəkildə cavab verə bildiyim cavab budur. Möhtəşəm cavab idi həqiqətən və inşallah o cür şərh yazanın qarşısına çıxar. Bu hissə short kimi paylaşılanda inşallah Negativ şərh yazanlar gəlsinlər, müalicə ilə məşğul olaq bəlkə. Yəni, bilsən, öz zəhər axı aparır. Məsələn, gələcək həyatında əqrəb ola bilər. Hinduizmlə yanaşsaq bu dəfə. Zəhər daşıyan bir varlığa çevirə bilər. Bunu öldürərlər onu sabah. Gəlsin o zəhərini təmizləsin. Bizim də çörəyimiz budur zaten. Buyurun. Əli bəy, özünü itirmiş, məqsədsiz hiss edən
bu mənim ətrafımda bir adam var və onun dilindən də həm də çox görürük burada. Mən həm də bir təlimçiyəm də, proqramlaşdırma üzrə təlimlər keçirəm və tələbələrim olur və biz onlarla dialoqda olur. Mən dərsi keçib getmək kimi bir missiya götürməmişəm özlərimə. Mən dərs keçirəm və necə motivasiya ola bilər, necə motive ola bilərlər, necə harda qırılma nöqtəsi var, necə özlərini gələ bilərlər bir yerə. Vaxtda xeyli danışırıq da, əlavə falan. Təcrübələrimi bölüşürəm də, tək məsələ kod öyrətməkdir. Və orada bəzən belə feedbacklər olur, geri dönüşlərim olur. Deyirlər ki, deyir gəlib gedirəm deyir dərs, amma mən özümü məqsədsiz və özümü itirmişəm sanki. Bu ifadə təsir elədi mənə. Deyir, məqsədsiz və özümü itirmişəm sanki. Nə gözəl. Biz bu insanlarla necə rəftar eləyək və bunların yolu nədir? Bunlar necə tapsınlar özlərini? Gözəl halda məqsədsizlik qapısına dirənmək. Gözəl halda ümidsizliyə dirənmək. Gözəl halda yəsə düşüb məyus qalmaq. Bir şərtlə də Allahın qapısını tapmaq imkanını tapacaqsınızsa. Gözəl bir məqam dünyadan bezmək. Amma özünü yuxarıdan atıb öldürmək yox. Gözəl məqamdır ki, insan maddi dünyadan bezə, yorula və bitkin düşə və məyus ola. Gözəl məqamdır ki, mən bilmirəm mən bu dünyaya niyə gəlmişəm. Bu artıq o demək ki, mən niyə gəlmişəm? Sual var artıq. Bunlar gözəldir. Bu insanı ali dərrakə səviyyəsinə çıxartmaq imkanıdır. O insanın şansı var ki, ali dərrakəyə qalxsın. Amma onun işi proqramlaşdırma deyil, ruhi biliyi almaqdır. O bizim kliyentdir. Həqiqətən, ciddi. Yəni, insan məyus olubsa, məsəl üçün, Quran-ı Kərimi hamı oxuyur, oxumağa çalışır. Hamı oxumur. Əslində oxusaydı da çox yaxşı olardı, müəyyən fikirlər formalaşardı. O da yenə təmiz bir kitabdır. Qurana olan münasibət sənin için müəyyənləşdirir əslində. Kim olduğunu göstərir. Və Quranın özündə də, məsələn, Quran kim üçündür deyir? Quran o insanlar üçündür ki, onlar Allahı biliklə artıq tanıyırlar. Çünki Quran deyir, düşünün. Təkcə inanc Qurana kifayət edəmir. Biliyin olsa daha rahat qavrayırsan. Kitabda Muhammed haqqında olan fikirlərdən tutmuş da insanlıq haqqında fikirlərə qədər Quran nəyi demək istəyir, onu ancaq o vaxt daha rahat anlayırsan ki, sənin biliyin var. Allahla bağlı biliyin var. Nəysə. Orada deyir, yəsə düşmə, məyus olma, sonra lə təxafı, qorxma, lə təhsən, hüzünlənmə. Niyə? İnnallaha mənə. Çünki mən sənin yanındayım. Deməli, tərs təyyarından başlasaq. Hüzünlənmirsən, məyussan, deməli, avtomatik Allah qapısındasan artıq. Bir qapını döymək lazım. Bir qapıya az pişik gələr, miyollayar, açıb 10 nəfərin 9-u yemək verəcək də. Ali şəxsiyyət xüsusilə o qapını açacaqsa, orada miyoldasan, acam desən. Məyusam, acam, ümidsizəm, məqsədsizəm, sınmışam, təzyiq altındayam, sıxıntıdayam, təkəm, tənhayam. Ay Allah, haradasan? Bir nə olur, sual vermək lazım. Onda qapı açıla bilər. Bu duyğular bir rozidir, onu da belə deyək. Allah Yəni, oyatmaq baxış istəyirəm. bucağını dəyişsə, biz hər negativi pozitivə çevirə bilərik. Negativ gördüyümüz hər şey. Mesela mənim həyatımda o qədər negativlər yaşamışam. Səhvlər, yanlışlıqlar, şəxsi həyatımda da. Tanıyanlar şəxsən bilirlər. Onlar hamısı pozitivdir. Ona görə ki, mən ağır dərslər vermişəm özümə. Ağır paylar yemişəm və hələ də onun, məsəl üçün, şeyini çəkərək, onun dərsini alıram. Bu deməkdir ki, bu dərsi almaq mənə verilən Allah tərəfindən bir üstünlük və şərəfdir, sağ olsun. Sən o dərsi alırsansa, başqasından daha böyük dərs özünə yaradırsansa, o başqasının kiçik dərsi sən onu daha rahat oradan quyudan çıxartmaq imkanı əldə edirsən. Valideynlər övladlarını bilmədən hansı psixoloji zərərlər verirlər? Ümumiyyətlə, birinci ondan başlayaq ki, valideynlərimizi qınamayaq. Təəccüb gələcək. Psixologlar deyir ki, valideynləri qınayaq. Qınamayaq. Qınamaq üçün demirlər. Əslində, savadlı psixoterapevt valideynlər sənə travma verib deyəndə valideynləri günahlandırmır. Sadəcə anlatmağa çalış ki, sənin problemin mexanizmi hardan yaranır. Amma daha dərin ruhi biliyə görə bir karma anlayışı var, reinkarnasiya var. Mən bunu da sübut etməyə hazıram. Quran bunu inkar etmir, Quran bunu vurğulamır sadəcə. İnkar etmir. Amma vurğulamır da. Bu ayrı mövzudur. Yəni, deyir ki, nəyin var, əlində olan materialdan çox şeylə. Biraz aça bilərsin onu. Məsələn, biri şikəst doğulub, biri padşah ailəsində doğulub. Şikəst doğulan içində ruh var, padşah ailəsində doğulan ruh var. Biri də heyvan bədəninin içində can var, axı ruh var onda. Heyvan bədəni var, ümumiyyətlə dəhşətli bir türmə, bir məhbəsdir. Və o şikəst bədən doğulan mən deyə bilərəm ki, filan kəs niyə padşah ailəsində doğulub? Sənin ədalətin hanı? 11 yaşında qız uşağını zorlayıb öldürürlər və öldürən də doğru düzgün ortaya çıxmırsa, sənin ədalətin hanı?
Hardasan la havlə və la quvvətə illə billah dediyimiz Allah deyə bilər. Və o moment Quranda var, deyir, pislik özünüzdən, yaxşılıq məndəndir. Əgər sən bu şikəstliyi, bu əlilliyi, pisliyi hesab edirsənsə, bu səndəndir. Həm hesab etmək tərzin səndəndir, həm də bu bədəni sən qazanmışsan. Harda qazanmışsan? Axı biz dedik, biz əbədi müşahidəçilərik. Zaman və məkana aid olmayan, zaman məkanı müşahidə edə bilən, subyekt olaraq obyektdən ayrıyıq. Obyekt Allahın yaratdığı virtual oyundur, subyekt də bizik. Biz zamanı ölçə biliriksə, zamandan ayrıyıq. Avtomatik deməli, zamana aid deyilik. Məkana ölçə biliriksə, kvant mexanikası üzərindən, məkana aid deyilik. Deməli, zaman məkanından, Nəsimin demişkən, əbədi olan, laməkan olan varlıq olaraq biz, bu birinci həyatımız, birinci oyunumuz olmaya bilər. Böyük ehtimalla. Və bu mənada qazandığın valideynləri sən qazanmışsan. Verdiyin əzab qədər onlar sənə əzab verir. Sən o ruhlara əzab verirsən, ya başqasına ki, o ağırlıqda da karma indi çəkirsən. Ona görə valideynləri avtomatik bağışlamalıyıq. Bağışlamaq da dərs almamaq demək deyil, dərs də almalıyıq ki, mənə valideyn hansı proqram yükləyib, kəssəsiz sən uşaqsan, uşaq qələti elə, üzr istəyirəm çox ifadə. Belə valideynlərimiz olur da, bəzən bir davranır, döyürlər, söyürlər, əzirlər, analar övladlarına imtina edir və s. Bunu sən qazanmışsın. Amma aldığın travmaları da artıq almışsın. Deməli, onları bağışlamaq, reinkarnasiya anlayışını anlamaq, avtomatik o ruhları bağışlamaq, onlara minnətdar olmaq ki, sənə bunları çəkdiriblər ki, bunu düşünürsən və onu təmizləmək şansı qazanmışsan və Allaha qayıtmaq şansı qazanmışsan. Ona görə müqəddəs kitab deyir, qocadlar yanında qalmışsansa, of demədən xidmətində dur, kömək elə. Demir, onların deyinə oturdur. Quran demir ki, onların ağlına oturdur. Deyir ki, onlara xidmət eləməyə bir özən göstər, diqqət elə. Tək az, sus, yüksədə qalmasınlar. Deməli, valideynlər bilmədən, bəli, proqramlar yükləyir. Çünki bizə ilk proqram valideynlər yükləyir. Psixososial varlıqlarıq biz. İnsan biopsixososial varlıq. Biologiyamızı valideyndən alırıq, bədənimizi, biologiya bədənimizi. Psixologiyanın da valideynindən dedim, ən az 30% oradan yüklənir. İlkin oradan, sonra cəmiyyətdən təbii. Paralel cəmiyyətdən həm oradan belə. İndi TikTok da var, uşaq TikTokda baxır məsələn. Cəmiyyətdən də yüklənir. Yüklənmələr gedir, proqramlar gedir. Yanlış proqram, doğru proqram. Yanlış proqram çox vaxt. Birinci yanlış proqram odur ki, mənə atam, anam Əli Nağıyev deyə müraciət edib. Əli deyiblər. Mən Əli deyiləm. Mən Əli adı qoyulmuş avatar bədənimdə oturan əbədi varlığam. Valideynlər deməli, ey Əli adlı bədəndə oturan əbədi varlıq. Allahımızın parçası. Üfürdüyü ruh. O cür yanaşsaydılar, mən sağlam psixologiyada böyüyərdim. Deməli, bazal, nəinki atana, bütün dünyada yerilən ən yanlış proqram, sən bu bədənsən, sən busan proqramı. Sən maddi bədənsən, sən beyinsən və bu proqram yanlışdır. Bütün dünyanın alveri, ticarəti bunun üzərində qurulub. Böyle bir qızıl kərpiçlik bunu çıxartsan, dünya uçacaq, çökəcək. Bizim işimiz bu deyil zaten, dünya çöktürmək deyil. Amma dünya sistemi bunun üzərində qurulub. Sənin bədən olaraq düşüncən ki, mən bədənəm, və bu bədən bir gün gedəcək. Burada ölüm xofu, yox olmaq qorxusu, bazal həyəcan, bütün nevrozlar, bütün dərman ticarəti, bütün silah alveri, mən bədənəm, mən filan millətəm, o filan millətdir, qırğınlar, mən filan dinlənəm, o filan dinləndi. O külli qırğın, deyir, Nəsim deyir, cahillə kamil bir deyil, deyir. Nəsimin Teymurən dahi İsa Hüseynov onlar düz tarixdə qarşılaşmayıblar, tarix məbləği, amma belə İsa Hüseynov onları qarşılaşdırıb Məhşər əsərində. Və Nəsimin filmində senarisi yazılmış, həmin senarisi, həmin motiv üzərində. Deyir, külli qırğın, bunlar hamısı sənə deyir, hakimiyyət üçün lazımdır. Qorxu. Məsələ budur. Özünü bədən olaraq hesab etmək bizim valideynlərin və cəmiyyətimizə yüklədiyi ən yanlış bazal proqramdır. Bir troyandır, virusla döyülən bir troyandır, ağır bir. Onun içindən bütün digər problemlər çıxır ortaya. Mən özüm bədən hesab etdiyimdən başlayır mənim problemlər. Alternativ nədir? Yəni necə uşaqları necə yanaşsınlar? Yəni mən yadımdadır, mən ortancıl qızım bir gün ölümdən qorxmaqla bağlı müraciət elədi atama, qorxuram, biz hamımız öləcəyik, olmayacaq nə vaxt. Dedim, qızım olacaqsan, necə olacaq ata? Benim atamın maşını aşağıdadır, həyətdədir, mən burada evdə oturmuşam, düzdür, hə? Maşın sürəndə də mən maşının içində idim, maşın hərəkət edirdi, düzdür? Ata çıxıb maşından, maşın qalıb orada. Qızım o maşında əzilsə, dağılsa, itsə, ata sağdır mı yenə? Hə, burada da ata. Maşın ata deyil. Deyəm, bu bədənimiz maşındır. Bədən dağılsa, sən oyundan çıxsan da sən yenə sağ olacaqsan. Bunu uşağa 3, 4, 5, 6 yaşından öyrətmək lazımdır. Onda övladınızın psixi travmatik hekayələri çox az olacaq. Yox, qorxulu öyrətməyin, ölümü çatdırmayın. Onsuz da bu ölümü eşidəcək, onsuz da bu ölümdən və o bilsin nə oxşayır. İlk cinsi əlaqəni küçədə bayırda haqqında eşitmək və yanlış öyrənmək kimi bir şeydir. Ölüm haqqında başqasına yox, səndən eşitməlidir övladın. Ölümün nə olduğunu başa düşməlidir ki, rahat yaşayabilsin. Baxın, ölümdən oluma gedirik. Həqiqi olum ölümdən gəlir. Ölüm haqqında fikirləyə bilməliyik. Ölüm nədir? Yox olmaq deyil, bədəndən çıxmaqdır.
Həqiqi həyata qayıtmaq şansımızdır. Oyundan çıxmaq şansımızdır. Oynan. Yəni, budur bizim yanlış proqramımız. Ona görə heç bir valideyn Bizə əqidədə bizim əqidədə İstəyirəm, o valideynlər də onların valideynləri gedir. hə. Bugün eşitdiniz. İndi bizim əqidədə əlbəttə ölüm son deyil. Quran ayəsi deyir ki, onlar ölü idi, biz diriltdik, öldürüb və yenidən dirildəcəyik. 20 qrup bəlkə var orada bilmirik. 20 dairə, 30 dairə. Məqsəd o deyil. Məqsəd bugünkü həyatında nə qazanmısan, oradan çıxış eləməlisən. Söyləmək. Və Quranda bir kəlmə var, axirət həyatı, yevmil axir. Axır nə deməkdir? Axırıncı həyat. Onların deyir, bu sonuncu ölüm olacaq. Belə cümlələr var Quranda. Quran sadəcə vurğulamır bunu. Axır nə deməkdir? Deyir ikinci həyat. Fikir ver. Deyir axırıncı həyat. Yəni ruhi dünya. Oyundan çıxmaq, cavab vermək. Yəni Quran-Kərimin interpretasiyaları çoxdur. Həqiqi bilik Əli Həzrətlərində idi. Onlardan Allah bizə bunları paylaşsın. Ona görə axır zamanda bu dövrdə budur bax bilik mənbəyi. Bəziləri inanca, buna ürək, bəzi filosoflar var, müəyyən adamlar var, deyir ürəyinə inan. Ürək dediyin şey emosional sferadır. Ürək bir orqandır hətta. Quran isə demir ürəyinə inan. Deyir neyinə? Əfələ təqilun. Ağıl etməzlərmi? Yəni bizə deyir dərrakənizdir yol, ağlınızdır yol. Başqa yolu yoxdur. Ağıl da deyir ki, mən bədən deyiləm və ali şəxsiyyət var. Bu bir mənalı belə gəlir, çıxıb məntiq. O məntiq zəncirini istənilən arzu edən izləyiciniz üçün yerim bəlli, yurdum bəlli. Mən ateistlər hər zaman meydana çağırmışam. Belə döyüş meydanı açmamışam. Təklif eləmişəm. İstəyirsinizsə döyüşməyə yox. Öyrənmək istəyirsinizsə ki, doktor, bəs Allah həqiqətən niyə var? Buyurun, gəlin paylaşaq. Məntiqiniz qəbul etməsə etməyin. Agnostiklər var, səmimi agnostik. İki cür agnostik var da. Agnostik var ki, deyir ki, mən bilmirəm Allah varmı, yoxmu? Bu səmimi olandır. Agnostik var, deyir, mən bilmirəm Allah var, yoxdur və heç vaxt da bilə bilmərəm. Necə səndən alim olan varlıq beynini elə açar ki, sən elə proqramlaşdır ki, sən bilərsən bir gün. Ona görə demə ki, mən bilə bilmərəm. Deyirəm ki, mən bugün bilmirəm. Səmimi agnostiklər və səmimi ateistlər problem deyil. Gəlsinlər, fikirləri paylaşaq. İlahiyyatçılarla da debat eləməlisiniz bu reinkarnasiya mövzusunda. İlahiyyatçılarla mən heç vaxt debat eləmək fikrində deyiləm. Çünki inanclı insanlarla bizim işimiz yoxdur. İnanc onları bir pillə qaldırır, bəlkə 1000 pillə qaldırır, ona qarışmıram. Proqramlaşdırma formatında. Dəqiq bilmir Allah var, yoxdur, amma özünü buna inandırır. Hər gün 17 rəkət namaz qılmaqla beyin Allaha köklənir. Və ölüm anında Allahı xatırlamaq şansı var. Baxsın zəlzələ vaxtı Allah, subhanallah deyən müsəlmanlar var. Onlar biliklə Allahı tanımır çoxu, inancla tanıyır. Ona görə inanclı insana inancdan toxunmuruq. Onlar mənim mübahisə obyektim və... Reinkarnasiya məsələsində dedim. Reinkarnasiya məsələsində məni onları narahat edirsə, bu barədə fikir deyə bilərəm. Amma mən bu fikri meydana atmaq, bunu mütləq kiməsə yedirtmək, bu fikri çatdırmaq fikrində deyiləm açıq. Mən bunu hansısa buna ehtiyacı olan insana çatdırırım. Bizim işimiz ehtiyacı olanlarladır. Bax, bizi dəyişmək olar. Dəyişmək istəyirsən, gəl dəyişdirək fikirlər. Bəli. Hansısa inanclı dindar üçün bu birinci həyatdır, o birisi ikinci həyatdırsa, o onların seçimidir, biz onlara qarışmırıq. Allah onları qəbul etsin dualarını inşallah. Və həqiqəti göstərsin təbii. Mən, atam 42 yaşına rəhmətə getdi. Mənim 13 yaşım var idi. Bir il mən emosional intellektdən aşağıda olaraq depressiya yaşamışam. Boyum da artmadı 12 yaşında, 13 yaşında boy artam dövürdü. Sonra gəldim, haqladım sinir yoldaşlarım, çatdım fikirlərlə. O bir ildən sonra mən Allahın varlığını təsbit edəndən sonra, depressiyadan çıxandan sonra, ağıl edəndən sonra, düşünəndən sonra, kainatın quruluşu, insanlar niyə ölür və s. Ondan sonra başladım həyata qayıtmağa. Yəni, ağrıya olan ağıl, ağrıya olan ağrının təhlili səni dəyişdirər, inkişaf edədir. Ağrını elə yaşamaq, amöba kimi, iynə vursan yığılır, iynə çəksən buraxdı. Mən amöba bədəndə deyiləm axı, mən smart kompüterim var, onu çalışdırmalıyım. Ona emosional intellekt deyirlər. Utanc və özünü günahlandırma ilə necə mübarizə apara bilərik? Utanç, özünü günahlandırma, bunlar obsessiv hallardır, bunlar təşviş hallarıdır, bunlar psixoterapevt kimi terapiya almalıdır. Terapiya da bu utanç keçirmək, asosial olmaq, sonra öz üstən bu yəni sosiofob, daha doğrusu vəziyyətdə olmaq, utanmaq, yəni psixoterapevtik hekayədir, psixoloji hekayədir. Psixoloji normal hekayə deyil, qısqanclığın dərəcələri kimi. Utanmaqdır, qısqanmaqdır, qəzəblənməkdir, davamlı. Bu gündəlik həyatınızda bu varsa, 2 həftədən çox davam edən utanmaq hissi bu xəstəlikdir, bunun müalicə lazımdır. Özünü qınamaq, 2 həftədən çox davam edirsə, bu obsessiv fikirlərdir, təşvişdir, bunu sağaltmaq lazımdır, bu xəstəlikdir. İllərlə özünü günahlandırmaq, bu şəxsiyyət pozuntusuna aparır. Keçmişdə etdiyi şeyi daim. Bəli, bu mükəmməliyyətçilik təşvişli şəxsiyyət pozuntusudur, bir mənalı.
Bu öz vəziyyətinə alışır. İnsanlar əzabdan da həzz almaq öyrənirlər. O çox pisdir. Məsələn, 2 ildən artıq davam edən təşvişli nevroz, təşvişli şəxsiyyət, təşviş tipli şəxsiyyət pozuntusu yaradır. Artıq onu o quyudan çıxmağı çətinləşir. Şeydə şəxsi inkişafda belə bir şey var ki, deyir, mən necə irəli gedə bilirəm? Biz baxırıq qıraqdan ki, ikisi də uğurlu insandır və uğurlu addımlar atırlar. Birinə digərinə məsəl üçün bizim bir eynəyimiz olsa ki, onun için görə bilsək, baxarıq ki, məsələn, o özünü günahlandırmaqla, nə bilim özünü qınamaqla falan bu şeylərlə, neqativ şeylərlə gəlib bir uğura çatır. Ay sağ ol. Amma o biri isə relaks, rahatlıqla gəlib çıxa bilir. İndi biz onun özünü günahlandırmaq pozitiv bir amil kimi saya bilərik. Xeyr, sənin aldığı əzabdır və o müalicə olmalıdır. Onun uğuru onun karmasıdır. Bəlkə də onun zəhmətindən çox karmik tərəfidir. Baxın, bir şey var. Biz elə bilirik ki, bizim Amerikanlar deyirik, düşün, vizualizasiya ilə, nə bilim, bunu tez-tez təkrarla, sən bu həyatında baş verəcək. Amma mən o qədər günah və keçdətmişəm təkcə bu həyatımda yox, bundan qabaqki həyatlarımda ki, onu Allah mənə verməz, axı Allah məni sevir. Yəni qanun elə qoyulub ki, mən bir özümü təmizləməliyəm, hər kəsi bağışlayıb özümü bağışlanmalıyam ki, mənim vizualizasiya elədiyim şeylər gerçəkləşsin, dəyərli qardaşım. Yəni bu qədər yanlış biri öyrətmək olmaz bəşəriyyətə. Sən başqa adlarda kitab satırlar. Duma ibagati, düşünün və varlan. Ay nə bilim, Range Rover hər gün vizualizasiya ilə Range Rover gələcək. Gəlməyə də bilər. Yəni sən o qədər yapmış ol. Mən axı mələk kimi yaşamışam. Mən nə etmişəm? Ay doktor, bunlar mənim başıma gəlsin. Bu həyatda eləməmisən təbii. Bundan qabaq həyatın ol bax sən, nə bilirsən? Nə etmişsən orada? Niyə məhz oradan sənin başına gəlir bunlar? O bədənin məsuliyyətini indi bu bədən niyə yaşayır? Bədən məsuliyyət yaşamır, sən yaşayırsan məsuliyyət. Yox, ruhan əzab bədən çəkmir. Sən ruh olaraq çəkirsən. Ruh olaraq da, yəni mən bilmədiyim və xatırlamadığım bir həyatın. Onun özü də getdi. Birinci məsələ. Mən dünən Range Rover sürürdüm. Bugün keçdim Porsche Cayenne sürürdüm. Misal üçün deyək də, yəni kiçik maşın aldım. Orada MMX-lara düşmüşəm video formata. SMS radar aza bir görsən şeylər gəldi, mesajlar. Maşını dəyişmişəm, xəbərim yox düşdükləri. Maşın mı cavab verməliyəm mənmi? Avtomobil mi cavab verməliyəm? Mən cavab verməliyəm. Və dərk elə olunan, ruhi biliyi olan varlıq bilir ki, ilk baxışda qazanmadığı əzablar ona keçmişdən qalan əzablardır. Həm də dərs və məktəbdir. Avtomatik olaraq. Yəni ona görə də, məsəl üçün, bütün böyük şəxsiyyətlər əzabları sevərək qəbul edir. Hüseyin, ruh şad olsun, əleyhissalam kimi. Yəni dili gözlü şeye gedib də nümunə göstərib ki, əzabı qəbul etməyin qaydası var. Ona görə də mən misal çəkirəm o şəxslərdən ki, o da çox insanlar anlayıb qəbul edib sevməlidir. Real həyatda da elə misallar var. Ümumiyyətlə, mənim qabağa getməyim, yenə 30% prinsipi ilə götürsək, karmik tərəfi də var. Adam var, padşah ailəsində olub, 0 kilometrdən artıq milyarderdir. Sən Elon Musk'ın atası milyoner olub gözü milyarderdir. Özünüzü aldatmayın uşaqlar. Daha fərqli dəyərlərə sahib olun. Bir milyarderin ömrünü bir il daha uzatmaq məsləhətlərinə qulaq asmaq. Qardaş, öləcəksən əvvəl axır. Sən kimlə görüşəcəyini düşünürəndən sonra, var olacaqsan bunu düşün. Başqalarının orqanı alverini edib bədənini cavanlaşdırmağa çalışma, onsuz da öləcəksin. Uşaqlar yoxa çıxır burada, orada hansısa milyarder cavanlaşır. Bununla deyil. Bu səni aparacaq hüzura, əvvəl-axır hüzurda cavab vermək olacaqsın. Ona görə milyoner olmaq yox. Allahım, mənə yəni ən gözəlinə məsləhət görsə. Bu mən çalışdım, halalımı, ruzimin dalınca getdim. Sən mənə ən gözəl nəyə məsləhət görsə onu ver. Allahın da bir şeyini bilmək olmaz, möcüzələrini bilmək olmaz, ecazını bilmək olmaz. Taraf da gördüm. Elə bir adam çıxdı qarşına ki, elə hekayələr çoxdur. Ogmandino oxumaq lazım. Mən Ogmandino xoşuma gəlir, nəinki Napoleon Hill. Napoleon Hill ancaq ağıl üzərinə qurur. Ogmandino amma karma tərəfini şey eləyir. Ogmandino deməli, ən gözəl ticarətçi adlı bir kitab var. Orada İsa'nın demək, karvandan ticarət eləmək, ticarət üçün şey aparan, örtü yaparan biri sata bilmir. Yağışlı gecədə bir uşağı körpə görə, ana bir körpə doğub, onu bürüdü ki, üşüməsin. Satamır, körpə peşman gəlir. Bürüdüyü uşaq İsa Aleyhisselam imiş. Ondan sonra elə varlı tacirə çevrilir ki. Bunları nəzərə almaq lazım. Bunlar ayrı bir sistemdə, ayrı bir ölçü. Biz sükunət halı var da, bir söhbət edəndə deyirdim ki, dalğalar var da, dalğası alfa dalğası, beta dalğası, təbiətin dalğası alfa dalğadır.
daima sükunət halındadır. Heç bir ağzı narahat olmur gələcək üçün və ya da keçmişinə görə narahat olmur. Beyində alfa dalğalar bəli 8-14 Hz tezlikdə olar. Mən alfa ritmə salıram pasientlərə yeyirəm. Elə o haqqda soruşacaqdım da. Siz bunu edirsiniz də və biz gündəlik həyatımızda belə bir vərdişlər varmı, edəcəyimiz şeylər varmı ki, bizim Çox sadədir. Nəfəs almanızı sayın. Hansı nəfəs almanızı müdaxilə etmədiyiniz, müşahidə etdiyiniz nəfəs almanı. Alfa birinci deməkdir. Alfa ruhun ritmidir. Ruhumuz əbədi olduğu üçün daim rahatdır və daim oyaqdır. Allahu la ilahe illa huvel hayyul kayyum la ta'khuzuhu sinatun ve la nawm. Ruh Allahın keyfiyyətindədir, heç vaxt yuxuya dalmır. Amma oyaqdır həmişə və həmişə də rahatdır. Çünki biz əbədiyyik əslində mahiyyətcə. Orada qorxu yoxdur, narahatlıq, təşviş yoxdur. Alfa ritm ruhun ritmidir və bu ruhun ritminə girmək üçün ruhsallaşmaq. Ruhsallaşmağın ən sadə bazası da 108 hinduizm meditasiyası var, yoga meditasiyası. Onun bazasında nə durur və İslamda da onun komponentləri var təbii. Nədir? Tənəffüsünün müşahidəsi və sayılması. Müşahidə. Müşahidə nədir? Bu müdaxilədir. Özüm elədim. Bir də var sakitcə gözləyir, nəfəs özü gələcək. Nəfəs axı gün ərzində biz nəfəs alırıq və bundan xəbərimiz yoxdur ki, nəfəs alırsan. Diqqət edirsən, yox. Amma müşahidə edə bilərsən, gözünü yumub sakitcə baxsan. Nəfəsini müşahidə et, nəfəs almalarını say. Deməli, 1-dən 108-ə qədər say, sonra 108-dən 1-ə qədər qayıt. Beyni, gənclərə də bu çox gözəl kömək edir. Zehni qabiliyyətləri imtahan qabaqçısı ilə o qədər artıracaq ki. Bu gündəlik eləməkləri. Hər gün bunu eləmək artıq bu bir meditasiya şeydir, ibadət hökmündədir. Yəni beyni davamlı olaraq müşahidə qabiliyyətində, müşahidəçi pozisyonuna girirsən. Yəni beyin sənin cihazına çevrilir, idarə etdiyin bir cihaza çevrilir. Bir metod budur. Bir metod da nədir? Alfa ritmə girmək üçün. Məsələn, qarnı sığalayırsan, başına zərbə vurursan. İlk baxışda beyin üçün bu şey olmayan hərəkətdir. Bildiyin zaman. Alınır. Alınır. Demək, bu da bir gözü yumulu edəndə bu alfa ritməsi olur. Amma ən gözəli tənəffüsün müşahidəsi və sayılmasıdır. Mən praktikamda bunu görmüşəm. Bu saat fərqi var, gimnastik saatında falan. Əslində bu günün birinci yarısı ki, günə hazırlaşmağa daha yaxşıdır. Bir səhər elə, bir axşam elə. Düzdür, yuxudan qabaq etsən yuxuya gedəcəksən. Bu da var. Günün əvvəlində daha. Yuxuya da kömək eləyir yəni. Əlbəttə eləyəcək. Çünki sən ruhsal mövqeyə keçirsən və bədəni, axır ki, bədəni rahat buraxırsan. Çünki bizim bütün problemimiz nədir? Meşə talasına gedib meşəni çikləndirən adam kimi bədənin özünün regulyasiya, tənzimləmə mexanizmləri var. Allahın qoyduğu proqramımızda. Mən isə iddialarımla, hikkələrimlə, qəzəbimlə, yalançı mənliyimlə bədənimə yük olurum. Beynimə yük olur. Və bu da xəstəlikdir. Məsələn, Çin təbabətində Tai Chi Chuan var. Tai Chi Chuan gimnastikası, Qigong deyirlər. Bədəni həyat enerjisinin məşqi. Hərəkət vasitəsilə zehni sakitləşdirmək və zehni sakitləşdirmək vasitəsilə hərəkət eləmək. O hərəkətlər o harmonik vəziyyətdə olanda artıq sağalma mərhələsinə gəlirsən, xəstəliklər sağalır. Çünki sənin zehnin, bax fikir, mən bir sadə hərəkət edirəm və fikrimi hərəkətə verirəm. Artıq mənim zehnimdəki hikkələr, emosiyalar hamısı itirir. Mənim fikrim başqa yerdən, hərəkətdən. Yegəm ki, təşvişdən çıxmaq üçün amma belə bir təmrin var. EMDR terapiya bazasında sağa sola baxırsan və nəfəsini müşahidə edirsən ikisini bir yerdə. Təşvişdən tez çıxmaq imkanı var. Belə metodlar var bəli. YouTube-da da tapa bilərlər təbii olaraq bunu məlumat. Bizdə suallardan sonra rubrika olur. Rubrikada mən sual verəcəm sizə və sizdən 3 cavab istəyəcəm. 3 beləncə. Həyatını sıfırdan qurmaq istəyən biri hardan başlasın? İlk 3 addım nə olmalıdır? Birinci, yaptığı, etdiklərini özü üçün etiraf edə bilsin. Özünə və Allahına. Ki, mən bunları elədiklərim səhvdir. Allahım məni bağışla. İkinci, hər kəsi bağışlasın. Halallıq verə bilsin. Bayaq dediyim o karmanı nəzər alsın. Bu ikinci addımdır. Təfəkkürə gedən addımlardır. Üçüncü də səbəbsiz mərhəmət göstərmək məşq etsin. Məsələn, evində bir şey saxlasın. Səbəbsiz mərhəmət göstərmək. Bəli, səbəbsiz mərhəmət. Yəni, səbəbsiz olaraq kiməsə yaxşılıq eləsin, mərhəmət göstərsin. Bunu da görəcək ki, həyatı dəyişməyə başladı. Bu Allaha doğru dəyişir, əslində, bəli. Məsələn, heyvandan zərəz gedən biri götürsün, ev heyvanı saxlasın, məsələn, pişik saxlasın. İtlər evdə saxlama məsləhət görməz, amma pişik mümkün qədər, müəyyən qədər olar. Pişik çünki özü öz nəcasətindən nəzarət edən heyvandır. Müəyyən qədər, bəli. Bəlkə uşaq evlərinə getsin bir uşaqlara bir sığal çəksin, heç olmasa. Sığalda məhrum olanlara. Valideynlərindən də başlaya bilər bir insan evində. Etdiklərini etiraf eləsən, görəsən ki, valideynləri o çox... Ən birincisi, ən mürəkkəb addımdır. Yəni, sən etdiklərin obyektiv olaraq özünü etiraf eləməyi bacarmalısın. Valideynimi incitmişəm, gedim könlünü alım. Hər kəs özünü bağışlamaq üçün əlini çatanlardan üzr istəməlisən.
Düzdür, elə adam var, ondan üzr istəsən, halallıq istəsən, o sənin boynuna minə bilər. Kavur desək. Ona görə orada Allahdan üzr istəyəcəksən Allahım. Buna deyə bilmirəm, burası fərqli insandır. Etiraf Sən məni bağışla. kimdəsə halallıq istəməkdə məsələn belə bir şey var da. Mən falan kəsdən halallıq istəsəm, mənim ümumiyyətlə Məcbur deyilsiniz. Daxilən bu problemi, onun incitdiyini anlamaq vacibdir. onun ciddi anlamaq. Və ikinci dəfə incitməyəcəyin özünə Allahın əhd bağlamaq. Allahın Tövbə eləməkdir, bilmirəm. Elə adam var, onu demək, onu da gözəlləşdirir, onu dəyişdirir. Onu sən bilməzsən. Bunu mən desəm ki, mən səni incitmişəm ama. Qızım, övladım, sənə qaldırmışam. Bağışla məni. O insanı böyüdər. Mənim məktəb direktorum, mən uşaq idim, 7-ci sinifdə, 6-da 7 oxuyurdum. Riyaziyyatda bizi bir dəfə əvəz elədi. Mən o ASTV-də bir dəfə efirdə bir neçə dəfə demişəm. Çox maraqlı hekayədir. O insanın mənə böyük bir dərs keçib. Halallıq almaq dərsi. Deməli, direktorumuz, mən sinifkom deyirlər bizdə, sinif nümayəndəsi idim və əlaçı qurtarmışam Sovet Orta Məktəbini. Bundan da mən açıqlayayım, xoşdur mənim üçün bu, xoş bir dövrdür, dönəm olub. Və həmin o məktəbdə biz oxuyanda bizim riyaziyyat müəllimimiz çətinliyi artırmış məsələlər verdi bizə. Mən riyaziyyat müəllimimlə çox yaxşı münasibətlərim var idi və Sumqayıtda riyaziyyat olimpiadasında bir də ikinci yer tutmuşam. Mənim bir hekayəm var belə bir. Riyaziyyat olimpiadası. Riyaziyyat olimpiadasını çox sevirdim riyaziyyatı. Atamdan gələn bir sevgi var idi. Və həmin riyaziyyat müəllimimiz bir gün xəstələndi və onu direktorumuz riyaziyyat müəllimi idi. Ruhu şad olsun Oqtay müəllim. 31 nömrəli. Sumqayıt şəhəri 31 nömrəli orta məktəb. Oqtay müəllim bizə əvəz eləyəsi oldu riyaziyyatdan. Sinif yoldaşlarımdan bunun yadında olanlar vardır. Görüşəndə yadlarını sallarım, yadımda salırlar. Bəli. Çox maraqlı hekayədir. Mənə məsələ verirdi ki, dur bunu çıx, bunu əlaçınız kimdir? Hə, Nağıyev, gəl lövhəyə bunu həll edə. Mən də bunu əlverişli üsulla həll elədim. Qısa üsulla. Mənə elə öyrətmişdilər ki, bir işi əlverişli üsulla, algoritmdən qısa yolunu getmək lazımdır. Və yox, sən düz eləmədin. Otur 2. Kitabdakı, məktəb kitabında, tədrisdə vəsaitindəki üsulla eləməmişim. Otur 2. 2 mən kövrəldim, çox pis oldum, mən bir şey gözləmirdim. Mənim üçün zərbə oldu. Riyaziyyatdan 2 almaq nə deməkdir? Tarixdə yazsaydı, gəl cəhənnəm. Direktorumuz, nə deyə bilərsən ki? Biz də uşağıq, Sovet məktəbidir. Direktorun qabağında nəinki müəllimə dillənmirdik, soldat kimi, əskər kimi ayağa qalxırdıq içəri gələndə. Oturduq 2. Tamam olsun 2. Neyniyək ki? Dedim, heç olmaz, öz müəllimimiz gələr, bunu düz qoşa gəlik. Ondan sonra qoşa əmək dərsi olurdu bizdə. Ondan riyaziyyatdan sonra. Qoşa əmək dərsində sinif rəhbərimiz idi, əmək müəlliməmiz. Və direktor girir içəri, bir hamımız qalxırıq, dedim, bu deyəsən məndən əl çəkməyəcək. Və Yengün müəllimə jurnalı verin mənə, jurnal var idi. O jurnalı mən gəzdirdim, sinif nümayəndəsi kimi oldu. Sinifdən sinif müəllimə jurnalı mən aparardım. Dedi, jurnalı verin mənə. Əli orada 2 demişəm, onu indi 5 eləyəcəm. Və uşaqların yanında Nağıyev, qalx ayağa, səndən özür istəyirəm. Və direktor məktəbdə. Söhbət məndən, şəxsin özür istəməkdən yox, onun verdiyi dərsdən gedir. Onun özürxahlığı mən bu gün də uşaqdan özür istəyə bilirəm. Öz övladından özür istəyə bilirəm. Yəni, gücsüzdən, zəifdən özür istəməyə öyrənmək lazımdır. Kim çatdıra bilirəm, amma bir güclüdən gedib, başqa mövzudur artıq. Yəni, bunu mənə bir dərs olaraq o insan keçmişdir. Biləcəyin adamdan özür istəyir. Mən keçilən ən böyük dərslərdən biri olubdur. Həqiqətən ki, mən də həmin o zəiflərdən özür istəməyə öyrənməliyim. Ona görə adam var, bəli, halallıq almalısan, halallıq gözəl şeydir. Görürsən, necə xatırlayıram, onu sevinclə xatırlayıram, ruhu şad olsun deyirəm, bəlkə də yüzlərcə qabahatin üstündən keçirir Allah tərəfindən. Bir dənə addım. Ona görə adam var, gedib halallıq almaq olar. O Türk komediyası var, deyir, buna halallıq verirsiniz, yox, vermirik. Südümü də halal etmirəm bir xanım deyir. Elə hekayələr də var, bəli, buyur. Dinləyicilərimizin üç psixoloji sağlamlıq vərdişi formalaşdırmaq üçün nə tövsiyə edərsiniz? Psixoloji sağlamlıq. Psixoloji sağlamlığını Birinci bayaq formalaşdıracaq. dediyim meditasiyadır. Meditasiya. Mütləq. Meditasiyanın ən sadəsi tənəffüsünüzü müşahidə edin, nəfəs almalarınızı 108-ə qədər və 108-dən geriyə sayın. Bir kruq deyə, bir dairə. Getdin 108-ə çatdın. Niyə 108? Qədimdən belə sayırlar ona görə. 108-dən də geriyə. İkinci psixoloji sağlamlıq üçün bayaq dediyim hər 3 mərhələni keçin. Etiraf, səhvlərini anlamaq, Allah məni bağışla, hər kəsə halallıq vermək və üçüncü nə dedim? Yaxşı mərhəmət eləmək. Bu ikinci, bu üçündən keçmək. Psixoloji sağlamlıq üçün də. Üçüncü də hər gün ali şəxsiyyətinə ünsiyyət saxlayın. Allahla ünsiyyət saxlayın. Allah deyilsin, Allah deyin. God deyilsin, Boğ deyilsin. Mən üçün fərq yoxdur. Mənim mahiyyət nədir? Ruhunun sahibi ilə, bu virtual gerçəkliyin proqramisti ilə ünsiyyət saxlamaq lazımdır. Daydayın qoy proqramist olsun da. Oyunda uduzmazsan. Proqramist daydayınca oyunda uduza bilməzsən. Bu olacaq sənin psixoloji sağlamlığın. Məncə. Rəbbindən danışmaq, sadəcə dərd Səmimi danışmaq. söhbət, ərəbcə dua yox. İstəmək yox. Ərəbcə ustav, nizamnamə yox. O öz yerində. Onu özün bilərsən. Amma səmimi söhbət. Səmimi söhbət. Icazə bilim ki, həmişə yanımdasan.
Belə səmimi söhbət. Səmimi, Psixi yəni. sağlamlıq əlaməti. Deyir doktor, mən öz-özümə danışıram. Deyirəm, özündən niyə danışırsan? Allahla danışdı. Özündən niyə danışırsan? Bir insanı oyadıcı amil 3 nə deyə bilərik ki, onu oyatmaq üçün, bu valideyn öz övladını oyatmaq olsun. Niyə 3 olsun ki bu? Bu bizə rubrika kimidir. Aynen. Çox Üç, uzun. başa düşürəm. Mən də sualı rubrikada içində bilirəm. Niyə 3 məsələn 2 yox, 1 yox, 5 yox, o da maraqlı. Nəysə. Valideyn necə oyatmaq? Yəni ruhsal oyanış kimi yoxsa nə? Bir insan özünün ruhsal oyanışı olsun, bir valideyn öz övladını ruhsal oyatması üçün. Belə deyək. Birinci xeyirxahlıq və verməlidir. Xeyirxah olmalıdır valideyn övladına qarşı. Məsələn, xeyirxahlıq o demək deyil ki, uşaq istədiyi vaxt mən məktəbə gün getmək istəmirəm, yox, can bala getmə deyərsən, yox. Xeyirxahlıq, yəni onun bu günü və gələcəyini nəzərə almağa qarşı addım atmaqdır. İkinci, valideyn övladına doğmalıq hissi verməlidir, doğmalıq hissi. Doğmalıq hissi. O necə verə bilər? Yəni doğmalıq Ancaq hissi vermək. ünsiyyət, nəvaziş, kontakt, sevgi, xoş sözlər, dəstək vermək, doğmalıq. O bizim ki, doğman var. Çünki xeyirxahlıq və doğmalığı uşaqlıqda görməyənlər Allah çətin tapırlar. Çətin ki, tapsınlar. Üçüncü də şəxsi nümunə. Əgər valideyn meditasiya edirsə, Allah axtarırsa, dua edirsə, namaz qılırsa, xeyirxah işlərə məşğuldursa və yaxud da ki, məsələn, rüşvət alıb vermirsə, təbii övladına nümunə. Üçüncü də budur. Demək, xeyirxahlıq, doğmalıq hissi və nümunə göstərmək. Bunda övladda oyanma şansı var, hansısa yaşda. Nümunə də üçüncü ən vacibidir. Bu belə bir nümunə ola bilər. Sizin dediyinizi verirlər, xeyirxahdırlar, nəvaziş göstərirlər, mərhəmətlidirlər övladlarına qarşı və övlad 30-40 yaşına gəlir və xeyirsiz olur, belə deyək biz evdilindən. Ana, ataya Nadir hallarda olma ehtimalı var. Amma valideyn öz borcundan çıxmış sayılırdı onda. yəni ərköyün dediyimiz dırnaq arası. O Ərköyün odur ki, bayaq dediyim kimi, xeyirxahlıqla, doğmalıqla tərbiyəsizliyi qaçışdırırlar. Yəni hər nə istədiyini vermək, heç Allah səninlə elə davranmır. Sən Allahdan daha mı böyüksən ki, hər istədiyin ona verəsən? Yox, ona xeyir olanı vermək. İstədiyin nəzər alıb ona xeyir olanı verməkdir. Aynen. Yəni bir ilahi davranış budur məncə. Biz Yəni nəvaziş göstərmək bir üstəm o demək deyil ki, onun hər istədiyini eləyəsən. hər istədiyini eləməlidir. Nəvaziş elə can, bağışla bala. Mən bunu sənə üçün eləyə bilməyəcəm. Bu sənə ziyandır. Öpürəm səni. Öp, amma eləmə. Gözəl. Buyur. İfadə düzgün olmalıdır da. Əlbəttə yanaşma düzgün olmalı. Doğmalıq, xeyirxahlıq və doğmalıq ayrı alınır. Bir də şəxsi nümunə. Ümumiyyətlə tərbiyədə vurmaq var. Heç heyvanı belə vurmaqla tərbiyə edə bilməzsən. Vurmaq sənin xəstəliyin göstəricisidir, aqressiyanın göstəricisidir. Mən həmişə uşağa döyən valideyn deyirəm ki, sən üçün neçə kilo olsan, misal üçün deyir 80 kilo. Deyirəm mən 115 kiloyam, özüm də kickboks ilə məşğul olmuşam, yaxşı qılınsa da oynatmışam vaxtilə. Salım sənə bu otağa indi, döyüm də, sən xoş, yox nə danışdın? Yox, sən də ona nə haqqın var döyürsən? Valideyn onun Allahı deyil. Övladınız əmanətdir, onun Allahı siz deyilsiniz, ay Allahsızlar. Sən o əmanətdir, o əmanətinə düzgün davranmalısın. Səhvi biz də eləyə bilərik, gəl səhvimizi düzəldək. Hədis var deyir, övladlarınızın üzündən vurmayın imanı, kürəyindən vurmayın, qüruru itər. Uşaqlarına qarşı sərt davranan, özünü namuslu müsəlman hesab edəndən soruş, deyən gör Muhammed övladına, nəvəsinə necə davranıb? Əlbəttə, Qadınına necə davranıb? Qadınlarını döyən, hansı qanunla döyməyə ixtiyarım var, hansı qanunla öldürməyə ixtiyarım var? Heç bir qanun. Quranın özündə yoxdur ki, zina edən qadını, zinanın hətta 4 şahidi varsa öldürmək demir, 80 şallaq deyir. O da 4 dənə şahidin olsa. Və sən necə Qurancısan və necə müsəlmansan? Sübutu çətinləşsin. Yəni dələ baxın o zərbə vurun sözü var. Hətta onu belə gözəl alimlər başqa cür təbliğ edir. Yəni sən Qurana mı söykənsən, yoxsa kriminal dünya qanunlarında arvad döymək və öldürmək var? Hansı qanunda var? Qadını zorlayanı qarşı çox neqativ davranış var kriminal dünyada. Dünya qanunlarını götürür, Roma hüququnda yoxdur. Yəni Allah qanununda yox, Roma hüququnda yox, kriminal dünya qanununda yox. Ay Azərbaycan həmvətənim, hansı qanunla sən arvadını döyürsən və öldürürsən? Hansı namusa bu yazılıb ki, sən keçmiş həyat yoldaşının 2 qız uşağı var, başqa kişi ilə ünsiyyətinə görə öldürürsən, 2 qız uşağı qalır yetim ortada. Sən geyirsən türməyə, o da getdi qəbrə. O qız uşaqlarının namusu harda qaldı? Ay namuslu valideyn, ay namuslu erkək. Hansı qanunda yazılıb ki, sən qadını ayağa qaldırıb və döyə bilərsən? 3 dənə qanun var da. Gör, hansındasan sən? Müsəlmansan, Quran qanunu var. Dindarsansa.
Yox, sən Roma hüququ, hüquqşünassansa və dünya hüququna tabesənsə, dünyəvi insan, ateistsənsə dünya qanunları var. Orada da yoxdur. Uşağı və arvadı döymək və öldürmək. Və üçüncü kriminal dünya qanunları orada da yoxdur. Yoxdur. Demək ki, sən emosional intellekti sıfır olan, özünə cavabdeh olmayan birisən. Boşayacaqsan. Misal da gəldi dedim. Yəni, döymək, uşağı döyməkdir. O dəqiqə mənim uşaqların və qadınların haqları gəldi o gözümün qabağına. Hər gün eşidirib hekayələrimiz. 3 kitab deyin, hansı ki, sizin həyatınızda böyük təsir göstərir və izləyicilər də oxuyub ciddi Səmimi təsirlənəcək. olaraq deyəcəm. Demək, birinci kitab olacaq onda İncil. Həqiqətən İncil. İlk oxuduğum mənə təsir edən kitab İncildir. Bunu səmimi söyləyəcəm. Atam rəhmətə gedəndən sonra İsa əleyhissalamın o deməli təbliğləri haqqında oxuyurdum İncildən və İncilin müxtəlif Mattaya görə, Lukaya görə 4-5 İncil var. O İncilləri oxuyanda mənim həyatıma çox belə düşüncə, dünya üçün çox gözəl təsir etmişdi. İncil, İncil hansı dillə oxusunlar. Quran-ı Kərimin düzgün tərcüməsi. Xüsusi Xüsusilə spesifik Nəriman Qasımovun tərcüməsi ola bilər. Sonra türklərin Quranasor.com saytındakı tərcümələr xoşuma gəlir. Quran-ı Kərim hansı əlləri yetirsə düzgün tərcümə. Düzgün tərcümə yəni ərəb dilinin bütün qanunlarını nəzərə alaraq, heç bir dini cümləyə uymayaraq, təmiz ərəbçilərin, ərəbşünasların tərcümələri. Onda Quranın qoxusunu alma şansımız var. Və üçüncü Bhagavad Gita Prabhupadaның şərhləri ilə. Bhagavad Gita olduğu kimi. Bhaktivedanta Swami Prabhupada. Deməli, İncildir, Quran-ı Kərimdir və Bhagavad Gita'dır. Bu üç kitab mənim dünya görüşümə əvəzsiz təsir edib. Başqa kitabını etmədiyi kimi. Həqiqətən belə də, bunlar səmimi. 88-ci ildə İncildir, 91-də Bhagavad Gita olduğu kimidir və 93-cü ildə Quran-ı Kərimin tərcümələrini araşdırmağa başlamışam. Ərəbcədə özündən oxuyuram. Hələ də oxuyursunuz? Quran-ı Kərim elə bir kitab deyil ki, onu araşdırıb bitirə bilərsən, ümumiyyətlə. Və digər adını çəkdiyim kitablar da dərindir. Həsil kitablar da oxuyursunuz? Bunlar sənin həyatında dönüş yarada bilər. Amma bir əlavə tövsiyəm var. Bizim təlim var, Raham Ruhi Bilik təlimi var bizdə. Mən onu özüm təqdim edirəm. O təlimdə, məsəl üçün, bu hər üç kitaba da və bu dünyada baxışınızı dəyişdirmək şansımız var. İstəsəniz belə eləyə bilər. Onu mən söyləyeyim. Dediyiniz kitab nəşr olunub. Bazı kitabçamız var, kitabçadır o. Təlim. Kitab nəşr olunanda onu mən sizə təqdim edərəm. İnşallah. Onu mən Instagram səhifəmdə təbliğ edərəm. Onda xəbər çıxarıq. Bu sual verəcəm, sonra da özümə maraqlanan bəzi şeylər var, onlar haqqında danışarıq. Bu bizim formatın son sualıdır. Əlbəttə, təsəvvür eləyin ki, bütün Azərbaycan sizi dinləyir, bizdə bir mikrofon var və bütün Azərbaycan gözləyir ki, əlbəttə bir şey deyəcək və biz sabahdan onu əməl edəcəyik. Bütün Azərbaycan sizin o sözünüzə əməl edəcək. Bu nə olardı? Axşamlar yatmamışdan, Allahım, bilirəm buradasan, özümü sənə təhvil verirəm. Bir cümlə işlərin sonra yatın. Allahım, bilirəm buradasan, özümü sənə təhvil verirəm. Yatmazdan öncə. Çünki bilmirik ki, oyanacaq ya yox. Təxtə salmaq problemi var da, elə mənim özümdə də var. Təxtə salıq nələrsə. Oxuyuruq da, şəxsiyyən kitabları oxuyuruq bəzi. Təxtə salmaq problemi odur ki, sən özü çox yüklüysən. Motivasiyası, o motivasiyanın olmayan şeyləri özə yüklüysən, mən bunu eləməliyəm. Vacib etməli olduğum şeylər də bəzən təxtə gedə bilər. Mümkün deyil ki, sənin kimi, ümumiyyətlə, intellektual insan tənbəl olur, bir mənalıdır. Və buna termin adı qoyurlar, müəyyən sözlər deyirlər və s. Bunlar... Səbəb nədir o? Nə? Siz intellektual adamlar tənbəl olur. İntellektual adamlar tənbəl bu elmi tədqiqat mövzusudur. Çünki insan bəri başdan hesablı nəticəni görəndə motivasiya ölür. Bunu eləməyə heç həvəsi qalmır. Hə nə olsun deyir, yaşar bilir teatrda, oxuyur, deyir, hə nə olsun. Ona görə prokrastinasiya, yəni elə bir xüsusiyyətdir ki, bu intellektual insanların xüsusiyyətidir. Bunu aradan qaldırmaq üçün sevdiyin işi edəcəksin. Yalnız övlad və valideyn məsuliyyətindən başqa, orada məcburiyyətlər var. Qalan məsələlərdə artıq? Övlad və valideyn məsuliyyətindən başqa, qalan hətta ailənlə, yoldaşınla belə sevmədiyin ünsiyyətdə olmayacaqsın. Sevdiyinə motivasiya olacaq. Yalnız övlad və valideyndən başqa ki, bu karmik bağlardır, bunları qırmaq olmaz. Burada məsuliyyət və məcburiyyət var, əskəri xidmət kimi. Onda biz təxirə salmaqla mübarizə aparmayaq, sadəcə
sevdiyimiz işlərlə məşğul olaq. Yəni bir şey ki, təkrar sallıq, onun başını buraxmalıyıq. Bəli, bəli. Hələlik qoymalısan kənara. O sənin işin deyil. O səni aparacaq, yaxşı yerə aparmayacaq. O səni yükləyəcək. O səndə xronik yorğunluq sindromu yaradacaq. Özünü məcbur edəcəksən sən. Bu necə ola bilər? Biri yeni bir şey eləmək istəyir. Həyatında heç bir yenilik, 9-6 işləyən adamdır. İşdən gəlir evə və iş yorğunluğu, çox aşağı minimal məbləğ maaş, maddi sıxıntılar, ailə problemləri və s. və s. münasibətlər. Sənə kim deyib ki, sən ailə qurmalısan, sən maddi vəziyyətin aşağıdısın? Nəyə görə qurmursan? Ailə qurulmalıdır təfəkkür. Bu bizi proqram, yanlış proqram. Mütləq ailə qurmalısan. Qardaş, mən hələ özümə baxa bilmirəm. Mən ailə niyə qurmalıyım ki? Yo, ailə qurulması gələcək, uşaq doğulması gələcək. Bunlar yanlışdır. Bunlar hətta ifade də verə bilərsiniz. Yanlışdır. O vəziyyətdən çıxma prosesində. Bu vəziyyətdən çıxma Bu səhvi eləyib. İndi baxa bilmədiyin, bax, girmisənsə o vəziyyətdə, yapa bildiyin qədər yapacaqsan. Yapa bilmədiyindən artıq yapmaq məcburiyyətin yoxdur. O uşaqlar dünyaya gətirmirsən, onların kasıblığı artıq sənin karmandır da, incimə. Onların kasıblığı artıq onun karmasıdır. Onun sənin karmandır. Bəli, buna gəlmirsən, sən bunu əldə eləmirsən. Rahat şəkildə yapsan, Allahım sənə güvənən deyib, bayaq dediyim qayda yanaşsan, bəlkə Allah qapı açacaq daha böyük. O artıq onun Allahın işidir. O əmrullah, Allahın işinə buraxırsan, o sənlik deyil. İndi mən özümdə subayam, elə bəzi özüm üçün də çalışıram. Evlənmə kriteriyalarımız nə olmalıdır? Yəni ən vacib öz adamını tapmaqdır. Mən 30 yaşım var. Baxıram, təhlil edirəm özüm üçün. Niyə evlənməliyəmdən başlamışam? Yəni evlənmək odur ki, qadın maddi dünyanın sahibəsidir. Maddi dünyaya maddiyyətlə girərlər. Əks halda axmaqlıqdır, incimə. Hətta ən sevdiyin qadın bilirsən, qıraqdan sev, amma bir evə gətirirsənsə ona şərait yaratmağa borçlusan. Biz nə deyək, onda kasıblar evlənməsi kimi bir bəsit cümlə çıxarmı buradan? Yəni nə mənada? Maddi imkanı düzəldib evlənmək lazımdır. Düzəltmək deyirkən minimalları, bax bir qızın var, rastlaşmısan, evlilik istəyirsən, ona bir gəliksən, onun razılaşdığı minimalları heç olmasa sən onun razılaşdığı. Onun razılaşdığı minimallarla olmalıdır. Heç oradan çıxış eləməlisən bəli. Amma düşünməzsən o uşaq da olacaq artıq. Burada onun tam ağıl işidir də. Burada evlənmək ağıl işidir. Ağıl işidir. Emosiya girdi, artıq səhvlər. Qadınla cinsel ünsiyyət ağıl işidir. Gelib cinsel əlaqə üçün palçığa bulaşacaqsan, 30 il 40 il pul əziyyət çəkəcəksən. Azərbaycanda nə qədər adam eləmişəm, onu deyirəm, hə. Necə? Azərbaycanda nə qədər adam bu, yəni sizə neçə faiz bu səhv eləyir? İndi o emosiya ilə, o ehtirasla evlənir. 70%-dən çox. Böylə rəqəm. Bəli, əlbəttə. Yəni digər evlərin, özdə orada fərq yoxdur. Sev evlərini, yəni planlı evlərini, yəni boşanma faizi eynidir. Yəni ağıl məsələsidir o tamamilə. Azərbaycanın evlənənlərin 70%-i ehtirasla evlənir, onda istəyirsiniz. Orada ağıl yoxdur. Ehtiras deməyək də, şuuraltı ilə. Şuuraltı ilə. Proqram var ki, evlənməlisən. Nəyə görəsə evlənməlisən. Yəni nəyə görə? Paltaryan var, qabıyan var, maşında var. Seksə görə mi evlənməlisən? Buna görə evlənmək mi lazımdır? Düzdür, mən tərəfdarı deyiləm, amma yenə də evlənmək, illa ki, seksə görə mi evlənəcəksən, yoxsa nəyə görə? Ailəli bir vətəndaş olacaqsan, onun üçün maddi dəyərlər əldə edəməlisən. Bəs nəyə görə evlənməliyik onda? Həqiqəti nədir bunun? Həzz alacaqsansa bu ünsiyyətdən, övladların ünsiyyətdən, sabah və Allaha xidmət olaraq bir həzz kimi qəbul edilsinsə, onunla evlənə bilərsən, maddiyyatın da varsa. Evlilik Allaha xidmətin bir formatıdır. Məsələn, Allaha xidmətlə mən ruh olaraq Allahın parçasıyamsa, mənim aldığım halal həzzi Allah da alır. Çünki Allahdan ayrılmamışıq, biz onun parçasıyıq, ruh parçasıyıq, can parçasıyıq. Üfürüb özünü ayırmır ki, Allahdan qıraqda heç nə yoxdur ki, biz Allahdan qopmuruq heç şey. Onun bir çıxıntısı kimi də kobud desək. Sənin aldığın həzz və ağrını Allah da hiss edir. Halal həzzi Allah da hiss edir. Evlənirsən ki, halal həzzləri yaşayasan. Xanımınla olan həzz, yeməkdən aldığın həzz, övladından aldığın həzz və Allahla ünsiyyəti məşq edirsən. Çünki Allahın müxtəlif formatda doğmalı ünsiyyətləri var. Xanımla ünsiyyət Allahla ünsiyyətin bir hissəsidir. Övladla ünsiyyət Allahla gələcək ünsiyyətin ruhi dünyadakı ünsiyyətin bir hissəsidir. Onlar da huzurunda olacaqlardır. Olacaq bir yerdir. Valideynlə ünsiyyət Allahla ünsiyyətin bir hissəsidir. Buna görə ünsiyyətlər lazım. Bu şəkildə evlənəcəksənsə, hə, Allahın xatirinə evlilik odur. Onda deyirəm ki, yoxsa cəmiyyətlə deyib ki, evlənməlisən, hə, ona görə evlənmişəm. Bu şuuraltıdır, sənin proqramla evlənmirsən. Evlənməliyəm deyə evlənmirsən. Huşyar, göz açıq evlilik deyil. Deyə bilərik, onda bunların 70% hamısı peşmandır. Ayrılırlar bir yerdən sonra ki, mən nə səhv elədim. Tez sürətlə ayrılırlar. Dostlarla görüşəməyəndə, əvvəlki kimi cığbıq olanda, pampers alanda, nəyə görə evlənmişəm deyib, bu müasir gənclər xüsusilə bunu düşünürlər.
Ayrılırlar yəni. Axır Ayrılırlar da. ayrılırlar. Çünki indiki adamlar dözümü gidiyor ki, istəmirəm də. Statistikaya görə sahada bir boşanma düşür. Keçən dəfə baxdım. Sahada bir boşanma düşür. İstəmirəm də Dəhşətdir, deyir. yəni. Və haqqı da var. Yəni, mənim üç qız atasıyım, qızlar deyir ki, mən özüm istəyəndə evlənəcəm. Qazanım, eləyim, yerimi tutum həyatda sonra. Başa düşürəm Allah, düz eləyirəm. Mən də Ata kimi yaşatacam, ər kimi işlə. İstəmiriksə ər kimi ər olsun. Yəni, bu məsələ zarafatda yana desək də bunun içində məntiq var da. Yəni, bugünkü insan o insan deyil ki, Sovetdə evlənməliydin, ailə cəmiyyətin bir hüceyrəsi idi və s. Sovet bunu belə istəyirdi. İdarə etməkdə asan idi. Mənim İslamım sosial siyasi sistem deyil, ruhi məktəbdir. bu cür istəmir. Mənim İslamımda bu şeylə şey yoxdur. Öveys Əl-Qarani var. Bezəllər. Evlənmədi ki adam. Evlənmədi. Muhammed Nevli ayrı mövzudur.